Mən şeir oxumaram, ha, adını eşitdim. Hoş bulduk. Mən adı biliyorum. Həmkar olur, özdə şair olur, heyfdir. Olsun, özünü bir əvvəl tanıyalım. Diyeceğim, mən qoy şeiri tapım. Şəhriyarın evindeyiz şu an. Evet. Şəhriyarın evində. Yok, iyi be. Sizlər tapınca mən bunu... Sizin de Sən cavab ver. Salam. Bu da bir dənə işidir da. Mən bu günlər gəl-gələydim bura. Təsadüf. Əlbəttə nahar saat üçün zəh vurdular. Danışdım, deyin nahardan sonra Hadı buradadır. Mən də deyim Hadı olsa gedərəm. Rəxt olar Hadı ilə. Hadı ilə oturaq, duvar dibelər. güzel bir insan da. Hadı gəlir. Ben Hadi Bey'e bir kitabımı da otelde var getirip hediye edeceğim. Qədim Miras Nevruz kitabı. Bu Türkiye'de yazdığım son kitaptı. Nə mənə kitabıdır? Nevruz kitabı. Dünyanın her yerinde Nevruz nasıl kutlanıp? Nəbuz. Nevruz, Novruz. Novruz. Novruz kitabı. Çox sağ He? Nə mənə şeirini oxuyum Hadı? Qısa bir şey oxudu. Qısa. Buraya bırakırız ya. Buraya ben size bırakırım bu kitabı. Hı? Canım olur. Evet, evet. Oy, nə mənə dinli bir ölkədə dinsizlənmişim. Bəzi şeylər, iti şeylər. Xub, Buyurun. salamlar olsun. Çox sevindim sizi gördüm burada. Biz de çok mutlu olduk. Ben- Bir sizi tanıyalım evvel. Mənim adım Mahmud Rufəgərdir. Mahmud Rufəgər. Rufəgər fars dilində yapırımçı, Yapımcı. halı yapırımçısı. Tamam. Bu ola bilər. Mən öyrətmənəm, halı öyrətmənliyəm. Ters, evet. Halı. Özündə, hə. Balaca da bir şeirə əlaqəmiz vardı. Şeirlə çox əlaqəməndik. Ona görə bir adının xidmətində şeir oxumaq bir cəsarət istəyir. Və Şəhriyarın evində şeir oxumaq. Biz sövərik ki, həmişə şeir eşidək, ta şeir deyək. Evet. Və mən Şiir kimin danışaq? Ha, mən çox yerdə demişəm ki, əgər şeir demək hünər olsa, şeiri eşidib düşünmək yüksək bir hünərdir. Çox yuxarı bir hünərdir. Hadının fərmayışında bir şeirim vardı, bir qəzəl oxuyaq. Ünvanı yar olaq bir də. Gəl əyləş yüzbəyüz saqi sən ilə yar olaq bir də. Boşat peymanəmiz də olsun, içib hüşyar olaq bir də. Bu yangın könlümü saqi şərab-ı nab ilə söndür. Dodağı ilə piyalə əhd edib qəmxar olaq bir də. Dünən eşqin qumarında sabahlar utdular məndən. Dünən eşqin qumarında Yarınlar tutdular. yarınlar utdular məndən. Nə qorxum lüllənib ta şöhrəyə bazar olaq bir də. Nədən nəhyeylisən zahid məni, rüsvay şəhr oldum. Gərəhməz pay bəndi dəftər dəstar olaq bir də. Məni biganə tək gözdən atandan düşmüşəm dildən. Bu cür biganəlikdən istəyirəm bizar olaq bir də. Basıbdı könlümü firqət tozu ver badə bir silsin. Daha aydın ürəklə biz səhər bidar olaq bir də. Cəfada yox sənəm mətləb, sevincin aləmi vardı. Məhəbbətdən iç axmey, eşqidən sərşar olaq bir də. Vəsalın arzusu ilə çıxardaq yaddan icranı. Bu vəslət kölgəsində məhrəmə əsrar olaq bir də. Açaq yol vadiyə eşqə, həqiqətdən alaq ilham. Qovuşsun can ilə canan, ülül əbsar olaq bir də. Tanış olsun. Ərəb sözüdür, yəni üstün gözlü. Üstün gözlü. Açıq gözlü. Açık gözlü.
Tanış olsun, tanış mənim təxəllüsümdür. Tanış olsun, boyansın qoy ürək əlvan şərabı ilə. Fəna dünyada yar ilə gərəkdir var olaq bir də. Sağ olasınız. Sağ ol. Mən də Üstad Şəhriyarla ilgili əvvəl bir söz demişdim. Hı hı. Oturun. Otur. Otur. Sen rahat Otur lütfen. Lütfen otur. Sen otur. Şu an çekirim. Mən də Şəhriyarla ilgili bir söz demək istəyirəm. Ürək sözümü demək istəyirəm. Mən az öncə Hadi bəyə dedim ki, 6 tane Şəhriyarın müsəcəməsini yapmışam, Türkiye'de hediye eləmişəm. 7-cisini də İrana Şota. Nə güzel. Şəhriyarla ilgili böyle bir söz diyebilirim ben size. Şimdi bir İran devleti var da, bunun sınırları Bəndər Abbas'tan başlayır. Makuda bitir də, misal. Türkiye'nin şehirleri var. Devlettir orası, bir sınırları var. Iğdır'dan başlayıp İstanbul'da bitir. Bunu bütün ülkeler için belə deyə bilərik də. Azərbaycan Baküdən başlayır, Qarabağda bitir. Ama mən bir ülke var ki, kaç tane ülkeyi öz içine alır, sınırları içine alır. Bunun adı Şəhriyaristan'dır. Tamam. Bu sınırları aşandır. Tamam. Selam. Mən gəlmişəm ha. Sağ olasınız. Abi biz qonaqcıyıq. Ben bir sene tez çıxıram da, üst boşdur. Zəhmət baxasınız. Sana çok teşekkür ettik. Çok güzel bir günümüz geçti senin Heç sayende. kəs yoxdur. Sağ ol. Yo, indi mən çıxıram da, heç kəs yoxdur. Yok. Mersi, Allah zarımasın. Çok hoş Sağ ol. oldun, hoş geçtin. Sen bize çok uğurlu geldin. Sağ ol. Suda. Sözüm benim de Şəhriyarla ilgili sözüm oydu. Bir de ki Şəhriyar Türk dilini de yeniden ayağa kaldıran bir şairimiz olubdu. Bu kadar. Şəhriyar bir yerdə deyir də Şəhriyarın fikirlərim şeiridir ki, türkçə analar oxşay lay dilidir. Evet. Bunu deyibdi. Ondan sonra deyir ki, mən Bax ki, Türkiyədə Qafqazda nə qovğa elədi. dərya elədim. Mən axar çeşməni dərya elədim. Şəhriyar. Büyük bir şairdi. Sınırları aşan şairdi. Ona göre ben de ona derim ki onun sınırları Şəhriyar Cumhuriyeti'nin sınırları hem İran'ı alır içine, hem Azerbaycan'ı alır, hem Türkmenistan'ı, Özbekistan'ı, Anadolu'yu, Balkanlara kadar büyük bir tane Şəhriyar'a ait devlet var. Çünkü bunu çok tanıyırlar. Türkiye'de de çok tanıyırlar. Sadece Iğdır'da, Kars'ta değil. Her yerde bununla ilgili mutlaka bir çalışma olup da okullarda. Öğretmenler öğrencilere anladıp, kitaplarda çok yer alıp. Azərbaycanın Cumhuri Azərbaycanı ki, Bolşeviklərdən əvvəl 2 il başkanı olub burada. Cumhurbaşkanı Məhəmməd Əmin Rəsulzadə. Evet, evet. Məhəmməd Əmin Rəsulzadə uzun müddət Türkiyədə yaşayırdı. Orada da vəfat edibdi. Bizdə heç kimin bir qanlı düşsənsə ilə Bolşeviklər bunu ehtiramla çıxardır. Gedibdi Stalin tərəfindən Türkiyə. Evet, evet. Onun bir Şəhriyara görə materialı vardı, məqaləsi. Orada deyir ki, Heydər Baba Türk xalqların platformudur. Platformu. Platformu. Evet. Məhəmməd Əmin Evet, Rəsulzadə. evet, evet. Şimdi bunu İsa Həbibbəyli Naxçıvan. İsa Həbibbəyli, evet, bir də. Oranın üniversitesi. O bir kitabça çıxardı şəhərdə. Orada yazdı. Salıb o kitabı onu. Onu taparam, onu sizə göndərirəm. İsa Həbibbəyli elə bilirəm Iğdıra gəlmişdi. Cildərə də gəldim. Çox şərəfli, çox belə bacarıqlı bir Axı rektor oldu. hadi bir dənə mətləb vardı. Dostumuz bir söz dedi ki, Şəhriyar sınırlarından əslində sınırda tərif olunmaz. Bu düzdür, Türk dünyasında xüsusən. Bir dənə mətləb var. Onlar ki bunu tanırlar, bu da onları tanır. Bu alverdir bir dənə. Alverdi o. Şəhriyar da onları tanırdı. Sən məsələn bir dənə fərsən, Şəhriyarın xiyal dünyasında onları cəzibdir, bütün cəzibdir. Ona görə bu bir dənə imkansız bir işdir ki, onlar tanımasın.
Bu ki tanrı və sonra Ürəkdən ürəyə yol. ürəkdən ürəyə yol var. Evet. Bu cürsi nədir? Yox. O Laylay demiş. mən Şəhriyarın Okurlar, bir şeiri, eşitmem. Şəhriyar fot eləyəndə, vəfat eləyəndə mən bir şeir demişdim. Əcəl tufanı qozandı, vətən yandı çirağı. Günəş köçdü, işıq söndü, danulduzlu kənar bildi. Şəhərdən öz şeirindən ilham Dəqiqən öz şeirindən. Saidin vay səsi Gəldi. Ocaq söndü çırağı. Çirağı öldü. Bu Şəhriyarın öz şeiri idi. Mən ondan istiqbal eləmişəm. İlham Ondan almışam. çalmışam. Ha, deyən Heydər babanın arxası dağlardı hər yerdə. Daha dağ dəydi dağ üstə. Dağa qarşı dayaq. Demək olar tək belə bu şərq xalqlarının, ölkələrin, bu Türk ölkələrinin bu Asiyada, bu Orta Asiyada bunların bizzat bu dövrəsində ki təsirlər, məsələn Rus ədəbiyyatın Talibovun necə təsiri olub burada, Lermontovun necə Fars şeirində Nimar Hürşizə necə təsir olub. Bunların hamısının Şəhriyar nəməkşünas bir şair olub. Yəni duz sürəyi itirməyən. Hamısının təsiri. Nazirələr yazıblar şeyə. Biz də Şəhər. bir də deyirlər ki, yeniliklə, ənənənin, sünnətin zaten qovuşma nöqtəsi və ikisinin də barışma nöqtəsi olub Şəhriyarda. Dəqiqən. Buluşma nöqtəsi, barışma nöqtəsi oldu. Orada bir zətdə bir xanəndə vardı, müğənni Qəmər Urmur ki, ona farsça şeiri var. Orada bunun özü də işarə edir ki, qərəz yeni ilə qədimin qovuşması nöqtəsi idi bu şəxsidə. Şeir nöqtəsində delərdi. Şəhriyar məsələn Əruzda da şeiri var. Sərbəst şeirləri də var. Azad şeirləri. Çıxarsız yazıb şeirlərini. Şəhriyarı qalıbda tərifləmək olmaz. Evet, evet. Bunu demək olar ki, qalıbda tərifləmək olmaz. Bunu da Hardan deyək ki, gəlsən o orada. Türk şairlərinin elə möhürüdür deyə biliriz biz. Şəhriyar bunu deyə